Salam əziz tamaşaçılar, ARB televiziyasında bir gün verilişi yenidən efirdədir. Bugün daha bir məşhurun bir günü çəkib sizlərə göstərəcəyik. O, hansı məşhurdur? Az sonra biləcəksiniz. Həssas anlar, Nə oğul toy gördü, nə qız toy gördü. kövrək dəqiqələr Çox yaşamışam, çox stres yaşamışam. və daha nələr. Mən o 11 il yarım olsun nə xət çəkmişəm. Bu dəfə sənət dostları və qohumları Samirə Yusif qızının yeni evinə xeyir işə toplaşdılar. Samirə hansı sənətçilərin adlarını çəkib onları tənqid elədi. Mədənət xanıma dedim İskəndərli, Şaba xanıma dedim, Almaz xanıma dedim, Rüstəm Əliyevə dedim. Hansı söhbət Oktay Kamilin bu addımı atmasına səbəb oldu. Niyə gedirsiniz? Getməyin. Çəkiliş zamanı baş verən hadisə hamını təlaşa saldı. Az sonra Gəlin ocağa gələrəm. bir gündə Mən o bəzilərini menyudan çıxartmışam. yenə də olanlar olacaq. Mən belə bir insan tanımıram və tanımaq da istəmirəm. Biz artıq gəldik Samirə Yusif qızının yaşadığı mənzilə. Qapını döyək, gələ bizi kim qarşılayacaq? Ay salam Mələkim. Gəlmişsiniz. Xoş gördük. Hoş geldiniz. Necəsiniz? Həmişə necəsiniz? siz gələsiniz. Bu Aytəmiz xanımın hazırladığı tortlardan Ay, sizə ne güzel, pelen gözü. bir çox məşhurlarımıza Aytəmiz xanım Ay, nə gözəl. şirniyyatlar hazırlayır. Bu günlərdə elə sizin üçün hazırladı ki, sizə dadasınız. Çok sağ olun, hoş gelmişsiniz. Gelin içeri. Hoş geldiniz. Bu təzəvvürümüzə heç kim gəlməyib, yəni çəkiliş heyətlərindən ilk dəfə sizi buraxmışam. Sadəcə neçənci evidir Samirə Yusif qızının bu? Bu ikinci evimizdir. Yəni bir evimiz indi hal-hazırda təmir gedir və tikilir. Hələ ora yəni gedə bilmirik buradayıq. Amma buradan çox razıyam. Mən Hər zaman burada şadlıqlara qalacağam. gələk bura. Çox sağ olun, xoş gəlmisiniz. Bu günləri Samirə xanım günlərindən bir çox məşhurlar qonaq gələcək. Hələ günə indi İnşallah. başlayırıq. Görək Samirə Yusif qızının bir günü necə keçir. İnşallah gəlin. Hələ yuxudan indi durur. Samirə Yusif qızının bir günü necə keçir? Bir günüm hər dəfə fərqli olur. Yəni heç vaxt da eyni təkrar olunmur. Çünki yəni özünüz bildiyiniz kimi çəkilişlər falan ora-bura getmək ya görsel rayonu olur. Yəni fərqli olur. Amma əsasən harada geçsəm mən evimə gəlirəm. Evdə yatmalıyam, anamın yanında yatmalıyam. Maraqlıdır. Samirə Yusif qızının evdarlığı varmı ümumiyyətlə evdə? Əlbəttə ki, belə deyək də təmizlik işlərinə özüm baxıram. Yəni özüm yığıram, yığışdırıram. Bir dənə yemək də Allah canını sağ eləsin, anam bişirir, paltaları atır maşın yuyur. Belə tıxırda töküntüləri, yəni mən artıq axşam evdə olmayanda mama hamısını eləyir. Amma gündüzlər yığışı zadı özüm eləyirəm. Hərdən vaxtım olanda başıma açana maraqlı yeməklər bişirirəm. Yəni belə. O zaman bir çay verin bizə. Günə başlayaq görək. Veririk, amma sonra inşallah hələ yeməyimiz də olacaq. Samirə xanım bir ara çox belə deyim də çox kiloluydu, amma əməliyyatdan sonra çox kilo verdiniz. Əməliyyat nə əməliyyat? Əməliyyat eləmədiniz? Xeyr.
Bugünə qədər əməliyyat eləməmisiniz. Əməliyyat eləmişəm, amma mədə kiçəltmə zad eləməmişəm. 12 il bundan qabaq. Ona da peşman oldunuz. Bəli, Niyə peşman oldunuz? peşman oldum ki, yəni lazım değildi. Qəti lazım değildi və xoşuma gəlmədi. Yəni nəticə xoşuma gəlmədi. Yəni nə məcbur etdi ki, siz əməliyyata gedəsiniz? Vacib idi o. Çünki mənə ağrıq eləyirdi, yəni boynuma artıq əyilmə gedirdi. Biraz üzr istəyirəm, yəni çəki çox idi sinə tərəfdə. Məcbur oldum onu eləməyə, amma çox peşman da oldum. Gərək eləməzdim. Niyə peşmançılıq səbəbi nə? Eləsəydim də seçim başqa bir həkim. Yəni fəsadlar oldu. Fəsadlar çox pis bir nəticə əldə eləmişik. Yəni mən elə istəməzdim olsun. Yəni ona görə gərək Bəs digər əməliyyatlarınız hansılar olur? digər əməliyyatlarım elə bir əməliyyatım olmur. Bir də abdominoplastik olur. Bəs üzdə? Üzdə heç nə. Üzdə heç nə. Allah'a and olsun. Buramı botoks eləyiblər. Liposaksı, dəri, də piy buxağı götürüblər. Yəni narkozsuz filansız iynə ilə. Yəni burada əməliyyat yoxdur. Üzümdə də əməliyyat. Yəni bir çox məşhurlar kimi Samira Özqızı özünü dağıtdırmır. Yox, dağıtdırmamışam. Çünki əməliyyat elətdirənlərin qulaq nahiyələrində bəzən şıram. Qırışlarımı da görürsüz, alnımın da botoksum yoxdur, onu da görürsüz. Yəni nə var, hələ ki hal-hazırda təbiidir. Bu saat makiyajsızam, yəni saçımı heç belə darımamışam. Yəni nə var, baxın elə bu mənim öz təbii üzümdür. O zaman gedək çayımızı içək. Neçə illərdir sənətdəsiz, maşallah olsun. Bəlkə də mənim yaşımdan da böyük səhnə fəaliyyətiniz var, amma maraqlıdır, Samira Yusufqızı sənətdə istədiyi yerdədir? Yox. Yox. Əlbəttə ki, yox. Mən Yəni istədiyiniz yerdə olmağa nə mane oldu sizə? nə mane olur? Niyə sizlə eyni başlayanlar? Mənə nə mane olur? Məndə o ağıl olmayıb, yəni belə deyək. Yəni əlimdə olan pullardan istifadə eləməmişəm. Belə deyək, sağa sola səpələmişəm, ağlım olmayıb. Yəni mən o vaxtı o pulları istifadə eləyib özümün sənətimə, karyerama qoysaydım, bəli, mən istədiyim yerdə ola bilərdim. Yəni çağırıblar, məsəl üçün hansısa bir tədbirlərə mi, yəni getmək üçün filan müəyyən mahnılar oxunmalı idi, müəyyən işlər görülməli idi, kliplər çəkilməli idi, qatılmaq lazım idi o proyektlərə. Məsəl üçün pula görə çəkilib dayanmışam qıraqda, eləməmişəm. Bəs şəxsi həyatınızdakı seçimlər necə? Şəxsi həyatımda seçimlər deyəndə ki, seçimlər yoxdur axı. Yoldaşım idi, rəhmətə getdi. Ondan sonra durum deyim ki, mən 97-də yoldaşım rəhmətə gedib. Durum deyim ki, mən 28 ildir, yəni üzr istəyirəm, 29 yaşımdan dul qalmışam. Heç kim olmayıb həyatımda, olub. Yalan deyə bilmərəm. Bir insan olub, onunla da uzun müddət bərabər olmuşuq. Yəni onun mənə heç bir köməkliyi olmayıb, heç bir dəstəyi olmayıb, heç bir manat belə. Sadəcə bir insan kimi, yəni belə deyək də, dini yolla halallığımız da olub. Onun da ailəsi, mənim də ailəm, yəni biliblər. Sonra elə oldu ki, onun Yaşda sizdən kiçik idi? Xeyr. Məndən hətta bir 4-5 yaş böyük idi. Və sonra elə olub ki, bir balaca xırda bir nüansın üstündə mən o 11 il yarımın üstündən xətt çəkmişəm. Həmin dəqiqədən də mən onu uzaqlaşdırdım. Vəssalam. Yəni başqa həyatımda elə bir şey yox. Yəni evlilik təklif edən olmadı bu illər ərzində sizə? Oldu. Çox oldu. Evlilik elə yoldaşım rəhmətə gedəndən sonra çox oldu. Mən uşaqlar balaca idi da. Mən onlara razı ola bilməzdim. Çünki evdə mənim qızım böyüyür. Bəs sənət cəmiyyəsindən Samira Özqızıyla evlənmək istəyən olubmu? Sənətdə yox. Yox. Musiqiçilərdən olub, yəni tanınmamışlardan. Amma tanınmış, belə deyək, öndə olan müğənnilərdən zaten yox, olmuyor. Bugünkü gündəmdə olanlardan Samira Özqızının belə deyim, dəstəyi olduğu kimlər var? Zamanında siz dəstək olmuşsunuz onlara. O zamanında mən çox adama dəstək olmuşam, çox adama. Yəni bunu heç kim dana bilməz, heç kimin də danmağı ixtiyarı yox.
Olub, çox olub cavanlardan elə müğənnilər. Sadəcə olaraq bir çoxsu danır, bir çoxsu demək istəmir. Əlikram Bayramov misal üçün mənim yanımda öyrənib dəftər əlində, qələm əlində yazırdı. Hansı mahnıları, nəyi, necə oxumaq lazımdır. Sonra canım sənə düşsün, sən nə sevcandır. Sevinç Babayevadır. Bir çox var, yəni cavanlardan ola bilər müəyyənlərin adı yadımdan çıxır. Ötən verilişlərinizdə Zakir Əliyevə sual verdim. Bacılar haqqında mahnı oxudu və sual verdim ki, bu sənət cəmiyyətində kimə bacı deyərsən? Dedi, bacı yalnız mənim doğma olan bacım ola bilər. Yəni sənət cəmiyyətində mənim bacım yox. Düzdür. Siz necə fikirləşirsiniz? Razıyam. Bizim sənətdə dost yoxdur. Yalandan hamı bizə gülür. Yox, dost yox, bacı. Bacı, qardaş. Bacı da yox, qardaş da yox. Yoxdur. Yəni hamı yalandan üzvə gülür. Yəni görəndə 2 dəqiqə çəkilən kimi qıra dalınla danışılır. Samira xanım, baxın, çətin günləriniz oldu pandemiya dövründə. Bəli. Çox oldu. Bu günlərdə sizin yanınızda kim oldu? O günlərdə yenə sağ olsun Elgiz, mən onu itirə bilmərəm. Yalçın Uğur elə adamlar ağız açdı ki, mənə görə. Allaha and olsun. Mən onu heç vaxt unutmaram və inanın ki, Yalçının elədiyi yaxşılıqlar qabağıma çıxır və çıxacaq da. Yalçın, mən sənə Allaha and olsun. Həmişə dua eləyirəm ki, Allah Yalçının balasını saxlasın. Yəni Yalçın doğrudan da mənə görə ağız açdı. Elə insanlar ağız açdı ki, yəni inanın ki, mənim heç ağlıma da gəlməzdi. Sağ olsun. Yalçın çox sağ ol. Hər şey. Siz sağ olun. Biz çox sağ olun. Çünki siz bu yaxşılıqlara layiq adamsınız. Çünki sizin sənətiniz var. Bu pandemiya dövründə sizin çətin anlarınız olanda hansı həmkarınızdan borca pul istədi, sizə vermədi? O vaxtı hamının vəziyyəti pis idi. Yəni heç kim qınamalı deyil. Mən misal üçün Nadirə zəng elədim Qafarzadəyə. Mənim dostumdur, biz illərin dostuyuq. Nadir dedi ki, Samira, özümün vəziyyətim çox gərgindir. Mən hətta saatımı satmışam, nə bilim nəyi satmışam. Vəziyyət çox pisdir. Yəni oldu daha bir neçə adamdan da pul istəyim. Deyim də bu dəqiqə kimdən? Baxın, bilirəm ki, Moskvadaydıq. Moskvada Şəbnəm Tovuzlu mənə 100 manat deyəsən pul verdi. 5000 rubl. Sonra Aşıq Mübariz, Vüsal Əliyev. Samira Yusquzlu bu həyatda nədən qorxur? Nədən qorxuram? Birincisi, tək qalmaqdan qorxuram. Ən çox qorxduğum şey tək qalmaqdır. İkincisi də mənim həyatım, mənim canım, nəfəsim, mənim həm həyat yoldaşım, həm qardaşım, həm bacım, həm anam. Anamı itirməkdən qorxuram. Mən ona dözə bilmərəm. Çox çətin olar mənim üçün çox. Çünki mənim anam hər şeyimdir. Anam mənim dostumdur, həm rəfiqəmdir, həm sirrimi böldüyüm bir insandır. Onun ümumiyyətlə ona qədər insana kim yana bilər? Heç kim. Bütün ondan qorxuram. Bir də qorxuram ki, Allah ömür imkan verməyə, balalarımdan istədiyim arzunu görə bilməyəm. Yəni mən istəyirəm oğlumu xoşbəxt görüm, istəyirəm oğlumun ailəsi olsun, oğlumun uşağını qucağıma almaq istəyirəm. Evlənmək istəmirəm hələ. Qızımı istəyənlər çoxdur, gəlib gedirlər də, nə bilim, evlənmək istəyən çoxdur. İstəyərəm qızımın ailəsini tam görüm, bütöv görüm, balası ilə, yoldaşı ilə. Yəni, öz ailəsini başına yıxsın, otursun. Bax, bunlardan qorxuram. Başqa nədən qorxacağım? Bir canım var, Allahıma borcdur. Vəssalam, nə vaxt alacaqsa, inşallah. Mən hər bir zaman hazıram. Öz canım üçün yox, balalarım üçün qorxuram. Bir də dediyim kimi, analar, atalar bizə qonaqdılar. Amma Allah gecindən versin. Allah gecindən versin. Mənə anamı məhcup görməsin. İnşallah. Çəkilişdən öncə mənə söylədiniz ki, qızımı istəyən bir nəfərə mən də razıyam. Amma son qərarı qızımın özü versin. Əlbəttə ki, o öz qərarıdır. Mən heç vaxt onların işinə qarışmamışam. Nə oğlumun, nə qızımın. Hətta oğluma da demişəm, mənim üçün bala fərqi yoxdur. Tək ki, sənin ürəyincən olsun. Ay, nə bilim, uşağı var, ay subaydır, ay duldur. Mən elə şeylərə yəni, önəm vermirəm. Əsas
onun özünün ürəyican olsun. Əsas ailəsi onun olacaq, mənim olmayacaq. Əlbəttə ki, mən görək indi mən razı olmağına razıyam. Əsas Fərəhin özünün razılığıdır ki, razı olsun inşallah. Ondan heç kim sarxayın olum.